Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey insan, dayan, öz-özünə düşün. Bax, bu insanların içində axı mən də varam, həm də özəl biri olaraq. Mən bugün hər bir arzuma çatsam da və ya sürünə-sürünə yaşasam da mütləq bir gün öləcəyəm və sonra isə tamamən unudulacağam. Bəs bütün bunlar nədir, niyədir? Sonra isə başını qaldır göyə bax, sağına bax, soluna bax və gör ki, bütün kainat yerə, yer isə məhz insana xidmət edir. Məsələn, kainatdakı hər hansı bir nöqtə və onun üzərinə düşən təzyiq tarazlaşdırılıbdır. Əgər belə olmasaydı, göy hərəkətə gələrdi. Yer üzündəki dağlar isə yer kürəsinin hərəkətini nizamlayır. Ağaclarsa oksigeni təmin edir. Hətta səhradakı lazımsız bildiyimiz bir böcək belə insan üçün şəfadır və ya alim üçün bir ilham mənbəyidir. Əslində bütün bunları araşdırmaq, Allahı axtarmaq hər bir insanın fitrətində mövcuddur. Əgər sizlərdən biri səhrada bir ev görsə, həm də bütün kommunal ehtiyacları ilə birlikdə, o heç anlamazmı ki, bunu burada inşa edən və bütün ehtiyaclarını təmin edən bir insan vardır. Eləcə də həmən insan niyə düşünməsin ki, bu yer, göy və içindəkilər təsadüf deyildir. Bunları yaradan biri vardır. Bir çox insanların isə bunları bilə-bilə Allahı inkar etmələrinin və ya bunlardan niyə təsirlənməməyinin səbəbi isə kainatın yaradılışının və ya insanın yaradılışının sirlərini bilmələridir. Bu da insanları çaşdırır. Məsəl üçün, deyək ki, bir insan sizə bir tort hədiyyə edir. Siz də onun tərkibini araşdırıb bütün reseptini öyrənirsiniz. Bunu bilmək isə onu hazırlayanı inkar etməyə əsas vermir. Əksinə onu birinin hazırladığını göstərir. Təəssüflər olsun ki, cəmiyyətimizdə bəzi ağsaqqallar da vardır ki, baxırsan ki, bir-biri ilə belə söhbət edir. Görəsən bu həyatın mənası nədir? Bunun cavabını isə Allah Quranda belə açıqlayır. Zariyat surəsi 56-cı ayə. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.